bu aparat demək pulun əsli və saxta olmasını yoxlayır. Köhnə ilə müqayisə etmiş olsaq, köhnədə daha gördüyünüz bu Azərbaycanın yeni yüzlük əskinasıdır. Əlimizdə həm yeni, həm də köhnə yüzlük əskinas var. Ötən videomuzda ilk dəfə çəkmişdik, həddən çox diqqət görmüşdü. İndi isə ikinci seriyada isə sizlər üçün ultra bənövşə şua altında yüzlük əskinasımızın təhlükəsiz elementlərini göstərmək istəyirəm və köhnə ilə yenini müqayisə edəcəyik. Gördüyünüz kimi bu aparat demək pulun əsli və saxta olmasını yoxlayır. Yəqin ki, üzərində sizdə ultra bənövşə düşəndə burada əks olunan elementləri görürsünüz ki, həm bu üzdə, həmçinin də bu üzdə fərqli yeni əlavə olunan təhlükəsiz elementləri əlavə olunub. Köhnə ilə müqayisə etmiş olsaq, köhnədə daha az elementlər var idi. Yenidə isə gördüyünüz kimi bununla müqayisədə hardasa 2 dəfə çox. Burada manat işarəsi, burada bu simvol var. Digər üzündə isə nöqtələr, həmən bu təhlükəsizlik elementləridir ki, daha çox artılıb və bu da pulun saxtalaşdırılmasında çox önəm daşıyır ki, daha çətin olur və demək olar ki, mümkünsüzdür. Siz də əgər çoxlu pulunuz varsa və yaxud da tez-tez pul ilə alış-verişiniz olursa, həmən bu aparatlardan alıb, həm dollar, həm euro istənilən digər dünya valyutalarını bu aparatlarla saxta və əsli olmağını yoxlaya bilərsiniz. TVT depo mağazasında 3 fərqli model var ki, həm tokla 220 ilə işləyən variantlar var, həmçinin də şarjla işləyən variantlar var ki, mağazanın səhifəsində taq edirəm. Axtaranlar varsa, mağazanı keçid edib, əlaqə saxlayıb sifariş edə bilər. Səhifəmizdə mütəmadi olaraq toplantılar paylaşırıq ki, əgər siz də birinci əl toplantılar tanımaq istəyirsinizsə, səhifəmizə mütləq abunə olun.